Bismillahirrahmanirrahim. Bu sadəcə nəhəng bir tonqal deyil, yeryüzündəki ən şiddətli alov idi. Bütün insanlar bu səhnəyə şahidlik etmək üçün toplanmışdı. Rəhbərlər və Nəmrud isə öz kürsülərində əyləşib İbrahimi başqalarına nümunə, ibrət edəcək o anı gözləyirdilər. Nəmrudun nazirləri və cəlladları, hətta İbrahimin atası Azər də insanların arasında idi. Onun anası da orada idi. Qəlbi sızlasa da oğlunu xilas etməyə gücü çatmırdı. İnsanlar o həlledici anı gözləyirdilər. Yer, göy və bütün kainat buna şahidlik edirdi. Lakin heç kim bir şey də bilmirdi. Hətta heyvanlar belə. Nəql olunur ki, bəzi rəvayətlərdə qeyd olunan kertenkələdən başqa bütün heyvanlar ateşi söndürməyə çalışırdılar. Bu vaxt Cəbrail aleyhisselam bağlanmış vəziyyətdə olan İbrahimin yanına gəldi. Mələklərin ağası ona söylədi: "Ey İbrahim, məndən bir istəyin varmı?" Cəbrail qanadının bir parçası ilə bütün yer üzünü və onun üzərindəkiləri yox etməyə qadirdir. Ey İbrahim, yerinə yetirməyimi istədiyin bir ehtiyacın varmı? İbrahim Cəbrailə baxdı və ona dedi: "Sənə heç bir ehtiyacım yoxdur." Allahu Akbar. Ey İbrahim, sən bu vəziyyətdə olduğun halda bunu deyirsən? Əgər tövhid, tək olan Allaha iman və Allaha təvəkkülün, güvənməyin nə olduğunu bilmək istəyirsinizsə, İbrahimə baxmalısınız. Əgər şirkdən uzaqlaşmağın nə olduğunu bilmək istəyirsinizsə, İbrahimə baxmalısınız. O dedi: "Səndən bir istəyim yoxdur. Mənim tək ehtiyacım Allahadır. Allah mənə yetər, ona gözəl vəkildir. Aləmlərin Rəbbi kifayətdir. Allah mənə yetər, ona gözəl vəkildir. Allah mənə yetər, ona gözəl vəkildir. Onun heç bir insana və heç bir yaradılmışa ehtiyacı yoxdur." Nəmrud işarə verir və mancanaq İbrahimi o dəhşətli alovun tən ortasına atır. O, hətta insanların gözündən də itir. Qulna ya nar. Qulna ya nar kuni barda. Əgər ateş sadəcə sərin olsaydı, İbrahim soyuqdan ölə bilərdi. قلنا يا نار كوني بردا وسلاما على إبراهيم. الله أكبر. İbrahim ateşin içinə düşdü. Lakin təkcə onu bağlayan iplər yandı. İbrahim onun üçün sərin və salamatlıq olan o ateşin içində ayağa qalxdı. İnsanlar tamaşa edirdi. Nəmrud cəlladlarına əmr etdi ki, onu yaxına gətirsinlər ki, İbrahimin necə yanmasına, kül olmasına baxsın. İbrahimin atası Azər də orada idi və uzaqdan ona gözü sataşdı. O, ateşin içində İbrahimin namaz qıldığını və ocağın ona zərrə qədər də zərər vermədiyini görürdü. Azər öz-özünə dedi: "Sənin Rəbbin nə qədər də böyükdür, ey İbrahim." Anası da ona baxır və uzaqdan ona səsləyirdi: "Ey İbrahim, ey İbrahim, Rəbbin səni xilas etdi." O, hələ də müşrik olduğu halda bunları deyirdi. İbrahim ona baxırdı. İnsanlar isə heyrət içində idi. Nə baş verdi? Necə ola bilər ki, bu cəhənnəm ateşi İbrahimə biraz da olsun xətər yetirmədi? Bizim yaxınlaşa belə bilmədiyimiz bu nəhəng ateş ona zərər vermədi. O ateşin içində namaz qılırdı. وأرادوا به كيدا فجعلناهم الأخسرين. الله أكبر. İbrahim ateşin içində tək idi. Nəmrud, nazirlər, rəhbərlər, kafirlər, ağsaqqallar, cəlladlar və kütlələr onun ateş içində namaz qılmasını izləyirdilər. Təsəvvür edin, o günlərlə ateşin içində qaldı. Deyilənə görə o ateşin içində 40 gün qaldı. Bəziləri isə 50 gün qaldığını deyirlər. Təsəvvür edə bilirsinizmi? O 40 və ya 50 gün ateşin içində qaldı. Allah isə onu yemək və su ilə təmin edirdi. Üstəlik, ateşin içində bir mələk də ona yoldaşlıq edirdi. Bütün bunlar insanların gözü qarşısında baş verirdi. Bəli, İbrahim aleyhisselam günlərlə ateşin içində qaldı. İnsanlar isə gəlib, gedib ona baxırdılar. Nəmrud onun ateşdən çıxmasını gözlədi. O, ateşdən çıxanda Nəmrud onu yanına çağırdı. Ona dedi:
mən sənin Rəbbinə qurban vermək istəyirəm. O, bunu məndən qəbul edərmi? Gəlin, Nəmrudun niyyətinə baxaq. İbrahim cavab verdi. Sən ona iman gətirməyincə, o bunu səndən qəbul etməyəcək. Nəmrud qəzəbləndi və İbrahimin sözlərinə əhəmiyyət vermədi. İbrahimin Rəbbi üçün minlərlə inək qurban kəsdi, lakin bu qəbul olunmadı. İbrahim onu tərk etdi və öz qövmünün yanına gedib, böyük bir cəsarətlə onlara danışdı. Sizi uca Allaha ibadət etməyə çağırdığı üçün Allahın peyğəmbərini mi yandırmaq istəyirsiniz? O, tam bir cəsarət və güclə dəvətini onlara elan etdi. Deyilənə görə o, ateşdən xilas olduqdan sonra bəzi insanlar ona iman gətirdi. Təkcə Lut aleyhisselam və ya xanımı deyil, həm də ateşdən xilas olmasını gördükdən sonra bəzi insanlar ona inandı. Sonra İbrahim onlardan uzaqlaşdığını bildirdi. Sizinlə bizim aramızda bir sədd və ixtilaf var. Uca Allah bizə İbrahimin aleyhisselam öz qövmünün müşrikliyindən uzaq durması, bəraət hekayəsini nəql edir. İman əhli İbrahim və ardıcılları kafirlərə qarşı söyləyir. إنا براء منكم ومما تعبدون من دون الله كفرنا بكم وبدا بيننا وبينكم العداوة والبغضاء أبدا حتى تؤمنوا بالله وحده. O deməkdir ki, artıq bizimlə sizin aranızda bir ayrılıq var. Biz sizin dininizə və əməllərinizə inanmırıq. Aramızda bir maneə var. Hətta atanla belə, bəli. Hətta atam olsa belə. Hətta ananla belə, bəli. Hətta anam olsa belə. Qardaşların ey İbrahim, hətta qardaşlarım olsa belə. Onlar Allaha iman gətirənə qədər mən hər birindən uzağam. İbrahimin etməyə davam etdiyi yeganə şey atası üçün bağışlanma diləmək idi. Çünki onda bir xeyir işığı görürdü. Çünki atası onu ateşdə görəndə bəzi sözlər demişdi. İbrahim ümid edirdi ki, bəlkə bir gün Allah onu doğru yola yönəldər və bağışlayar. Nəhayət, atasının Allahın düşməni olduğuna əmin olduqdan sonra artıq hər şey bitdi. Atasının Allaha iman gətirməyəcəyinə əmin olanda ondan tamamilə üz döndərdi. Saf tövhid, tam iman, heç bir tərəddüd yoxdur. Bu məqamda ədavət aşkar olanda Nəmrud onu hədələdi. Nəmrud onu ordu ilə məhv edəcəyi ilə hədələdi. Ey İbrahim, əgər atəş səni öldürmədisə, mən səni öldürmək üçün bütöv bir ordu gətirəcəyim. İbrahim ona dedi, mənimlə döyüşmək niyyətindəsənsə, qüvvələrini topla və ordunu səfərbər et. Belə də oldu. Nəmrud İbrahimi və onun iman gətirmiş ardıcıllarını məhv etmək üçün ordusunu səfərbər etdi. Yəni, cəmi cümlətanı xanımı, Lut və iman gətirən bir neçə nəfər. Bütöv bir ordu bu zəif düşmüş insanlarla döyüşmək üçün yola çıxdı. Minlərlə əskər qətliama başlamaq üçün günəşin doğmasını gözləyirdi. Günəş doğdu, lakin işığı görünmədi. Səma hələ də qaranlıq idi. İnsanlar göyə baxdılar. Bunlar buluddurmu? Xeyr. Günəşin şüalarının qarşısını kim kəsdi? Allah bütün səmanı bürüyən bir ağcaqanad sürüsü göndərdi. Yaradılmışların ən cılızı ağcaqanadlar. Səma örtüldü. Günəş işığının qarşısı alındı və onlar ordunu məhv etmək üçün göndərildilər. Bir təsəvvür edin, ordu nə edəcəyini bilmədi, darmadağın edildi və cəsədləri hər tərəfə səpələndi. Nəmrud isə sağ qaldı. O, saraya aparıldı və qapılar bağlandı. Allah ona daha çox əzab çəkməsi üçün möhlət verdi. Bir ağcaqanad onun qulağından içəri girdi. Yanına həkim gətirdilər. Lakin vəziyyəti hər gün daha da pisləşirdi. Həkim dedi, ağrı hiss etdiyi zaman hər dəfə onun başına vurmaqdan başqa çarə yoxdur. Onun müalicəsi başına vurulması idi. Həqiqətən də ona ən yaxın olan insanlar. O, ağrı hiss etdikcə başmaqla başına vururdular. O, ölənə qədər bir müddət bu vəziyyətdə qaldı. İbrahimə gəlincə, Uca Allah onu böyük bir şər həddinə çatmış qövmdən xilas etdi və o, onlardan uzaqlaşdı. O dedi, ey qövmüm, ayrılıq vaxtı gəldi. Mən hicrət edəcəyim və sizi tərk edəcəyim. O, İraqda idi. Hara gedəcəkdi? O, bərəkətli torpaqlara gedəcəkdi.
bütün insanlar üçün bərəkətlərlə doldurduğumuz o yerə. Onunla kim gedir? Səbirli və gözəl əxlaqlı xanımı Sara və gələcəkdə peyğəmbər olacaq qardaşı oğlu Lut. فآمن له لوط وقال إني مهاجر إلى ربي إنه هو العزيز الحكيم. İbrahim Şam'a getmək üçün İraqı tərk etdi. Bu uzun bir səfərdir. O Fələstinə, bərəkətli torpaqlara, müqəddəs yer olan Qüdsə gedir. Bu günə qədər İbrahimin nişanələri orada qalmaqdadır. Əl Xəlil şəhəri öz əzəməti və tarixi ilə bu gündə mövcuddur. İbrahim əleyhissalam Fələstində məskunlaşdı. Qardaş oğluna gəlincə, Allah onu Fələstinin yaxınlığındakı Sodoma göndərdi. Çayın o tayında Sodom adlı kəndlər var və biz onun hekayəsinə də baxacağıq. Lut əleyhissalam onları uca Allahın dininə dəvət etmək üçün yanlarına getdi. İbrahim əleyhissalam isə bir müddət xanımı ilə Fələstində qaldı. Sonra ona Misirə səfər etmək imkanı yarandı. O zaman Misirdə insanların ən zalımı, ən fəsad törədəni və ən pis olan bir Firon var idi. İbrahim xanımı Sara ilə birlikdə Misirə səfər etdi. Misirə çatanda bildi ki, Firon hər bir evli qadınla zina edir. İbrahimin dövründəki o Fironun əməli belə idi. Müsibət o idi ki, İbrahim bura xanımı ilə gəlmişdi. Buna görə Saranın onun yoldaşı olduğunu gizlətdi. Buna baxmayaraq, əskərlər ölkəyə yanında həyat yoldaşı və ya bacısı ola biləcək bir qadınla xarici birinin daxil olduğunu bildikdə Firon onu tələb etdi. İbrahim və xanımının qapısı döyüldü. Ona dedilər ki, Firon bu qadını istəyir. İbrahim dedi, o onu aparmayacaq. Əskərlər İbrahimə nə edəcəklər? Ona hücum edə bilər, hətta öldürə bilərdilər. Dedilər, o bizimlə gələcək. İbrahim onlara mane olmaq istədi, lakin buna gücü çatmadı. O xanımına dedi, Allahdan qorx, ona təvəkkül et və ona dua et. Çünki o səni qoruyacaq. Sən qaydana qədər mən namaz qılıb dua edəcəyim. Təsəvvür edin, o xanımı qaydana qədər namazını pozmadı. Çünki bu onun şərəfi və namusu idi. Allahdan başqa heç bir qoruyucusu yox idi. Qadın güclə aparıldı və qapı İbrahimin üzünə bağlandı. Sara Fironun yanına göndərildi və saraya daxil oldu. Firon Misiri idarə edən, hər kəsə verilən bir tituldur. Firon bir ad deyil, Nəcaşi və ya Qeysər kimi bir tituldur. Misiri idarə edən hər kəs Firon adlanırdı. Əskərlər Saranı zorla apardılar. Allahın dostu İbrahimin həyat yoldaşı əlindən alındı. İbrahim hansı çətinliklərdən keçirdi. O, əllərini göyə qaldırıb, Allaha səcdə edərək, xanımını xilas etməsi üçün dayanmadan dua edirdi. Onun xanımı əskərlər və qoşunlar tərəfindən sürüklənərək, günah və üsyanla dolu qaranlıq saraya aparıldı. Bütpərəstlik və küfürdən əlavə onlar həm də zina ilə məşğul olurdular. Belə əməllərdən Allaha sığınırıq. O dövrün cinayətkar Fironunun törətdiyi bu nə rəzalətdir? O, qadınları ərlərindən qoparır və onlarla istədiyi kimi rəftar edirdi. Bəs bu qadın kimdir? O, pak olan, həmin dövrün qadınlarının xanımıdır. O, Allahın dostunun zövcəsidir. O, zorla saraya aparıldı. Nə baş verəcək? Firon nə edəcək? İbrahimin xanımı necə xilas olacaq? Bütün bunları növbəti hissədə biləcəyik, inşallah.